Salam, xoş gəlibsiniz bu videoya. Mənim adım Əbulfəzdir və bu videoda isə ki, Guşi Note 4 Pro-nu təqribən 5-6 aydır vardı, bazıda olubdu, unbox edirik. Və bəzi müşəxəsat əslində ki, Guşini alandan yazdılar, ola biləcək deyəm və istəmirəm çox vaxtınızı alam. Bəs like, subscribe yazıdan çıxmasın, bəs gedək. Xo'p, bu da xod Guşi. Cəx nə xəbər var. Bu Guşi mənim nədir? 8 RAM və 256 hafizəsidir. Gedək bir unbox eləyəm, müşəxəsatını da deyim. Vəzni 190 qram münasibdir vəzni cinsi cəloy şişəsi, amma qabaq şişəsi qulləqləsi 2-dir. Kimyanədə Guşiyə münasibdir. Səfər nümayişi AMOLED 120 Hz-dir və roşnayisi 3000 nitdir ki, bir də yanında Guşiyə çox yuxarı ədəddir. Hafızəsi də 128, 256 və 512-də tolid olur və 8 demo 12 dəmdə. Durbin cəloyi həmin əsl durbini ki, elə qutusunda da üstündə vardı 200 megapikseldir və o bir durbinləri 84 megapikseldir. Və durbin film bərdarısı eləyə bilər 4K-də 30 frame verə və 80'da 120 frame. Durbin selfisi də 20 megapikseldir ki, film bərdarıda eləyə bilər 80'da 60 frame biləcə verə. Və yetişək batrısına ki 5500 mAh'dir və bir daha da içində qutunun içində bir daha şarjı 45 watt həmrah simi vardır ki, niyaz deyil codaqanı şarjı təyin eləyəsiniz. Və spikeri ki, stereodur, yəni doqanadır ki, qəşəng keyfiyyətdə və qəşəng səsi vardır. Xo'p, bu da əsl müşəxəsatından ki, biləcək dedim və indi açıldı və tamam. Xo'p, bu da unbox Guşiyə müşəxəsatından ki, biləcək dedim. Düzdür ki, qəşəng video çıxmıyor. Vəli bu əvvəl videomuzdur. İnşallah ki, siz də himayət elərsiniz və biz də təlaş elədik, bir YouTube qol türkünü qozadıq. Like, subscribe də yazıdan çıxmasın. O da bəs.